Müstəhəbdir ki, vacibi namazlar, xüsusilə gündəlik vacib namazlar cəmaatla birlikdə qılınsın. Sübh, məğrib və işa namazlarında məxsusən məscidə qonşu olan və məscidin azan səsini eşidənlər üçün cəmaat namazında iştirak etmək daha çox sifariş olunub. Bir rəvayətdə gəlib ki, əgər bir nəfər imama iqtida etsə, onların namazlarının hər rəkətinin 150 rəkət namaz savabı vardır. Əgər 2 nəfər iqtida etsə, hər rəkətinin 600 rəkət namaz savabı var. İqtida edənlər nə qədər artsa, namazların savabı da bir o qədər artacaq. Əgər onların sayı 10 nəfərdən keçsə, bütün asimanlar kağız, dəryalar mürəkkəb, ağaclar qələm, cin, ins və mələklər yazan olsalar, o namazın bir rəkətinin savabını yazıb qurtara bilməzlər. Etinasızlıq üzündən cəmaat namazında iştirak etməmək caiz deyildir. İnsanın üzrü olmadan cəmaat namazına getməməsi layiq deyil. Müstəhəbdir ki, insan gözləsin və namazı cəmaatla qılsın. Cəmaatla qılınan namaz əvvəl vaxtda təklikdə qılınan namazdan daha yaxşıdır. Həmçinin müxtəsər və qısa şəkildə qılınan cəmaat namazı təklikdə uzun-uzadı qılınan namazdan daha yaxşıdır. Cəmaat namazı təşkil olunanda müstəhəbdir ki, təklikdə namaz qılan bir kəs namazı yenidən cəmaatla qılsın. Əgər sonradan birinci namazın batil olduğunu başa düşsə, ikinci namazı kifayətdir. Əgər imam və yaxud məmum cəmaatla qıldığı namazı yenidən cəmaatla qılsa, bu halda əgər ikinci cəmaat namazına gələnlər birinci namazdakilərdən başqa şəxslər olsa və o şəxsdə imam olsa, eybi yoxdur. Yağış yağması üçün qılınan istisqa, habelə fitir və qurban namazları istisna olmaqla onları cəmaatla qılmaq olar. Müstəhəb namazları cəmaatla birlikdə qılmaq olmaz. Əgər imam özünün gündəlik namazının qəzasını qılsa, ona iqtida etmək olar. Amma namazını ehtiyatən qəza edirsə, yaxud başqa bir kəsin namazının ehtiyatən qəzasını edirsə, hətta onun üçün pul almasa da ona iqtida etmək işgallıdır. Amma əgər insan namazı fövdə getmiş bir kəsin qəza namazını qılmasını bilsə, ona iqtida etməyin eybi yoxdur. Əgər imam mihrabda olsa və bir nəfər də onun arxasında olub iqtida etməsə, mihrabın iki tərəfində durub mihrabın divarının səbəbi ilə imamı görməyən şəxslər ona iqtida edə bilməzlər. Hətta əgər imamın arxasında bir kəs iqtida etmiş olsa, onun iki tərəfində duran şəxslərin imamı mihrabın divarının vasitəsilə görmədikləri halda iqtida etməsi ehtiyat vacibə görə səhih deyil. Birinci cərgənin uzun olması səbəbilə cərgənin iki tərəfində duran şəxslər imamı görməsələr də ona iqtida edə bilərlər. Həmçinin əgər birinci cərgədən başqa sair cərgələrdən birinin də uzun olması səbəbilə onun iki tərəfində duran şəxslər öz qabaqlarındakı cərgəni görməsələr iqtida edə bilərlər. Əgər cəmaat namazının cərgələri məscidin qapısına çatsa, qapının müqabilindəki cərgəni arxasında duran şəxsin namazı səhihdir. Həmçinin onun arxasında durub iqtida edən şəxslərin də namazı səhihdir. Amma onun iki tərəfində durub qabaqdakı cərgəni görməyənlərin iqtida etmələri ehtiyat vacibə görə səhih deyil. Sütunun arxasında duran bir kəs əgər sağ yaxud sol tərəfdən başqa məmumun vasitəsilə imama müttəsil olmasa, iqtida edə bilməz. Amma əgər sağ yaxud sol tərəfdən müttəsil olsa, iqtida edə bilər. İmamın dayandığı yer məmumun dayandığı yerdən uca olmamalıdır. Amma əgər imamın dayandığı yer azacıq uca olsa, eybi yoxdur. Həmçinin əgər namaz qılınan yer alçaqlı və ucalı yer olsa və imam uca olan yerdə dayansa, bu halda onun alçaqlığı, ucalığı çox olmasa və adi cəmaat arasında düzənlik yerdir deyilsə, maniyəsi yoxdur. Əgər məmumun yeri imamın yerindən uca olsa, bu halda qədim zamanlarda adət olan qədərdə uca olsa və cəmaat arasında bir ictima, toplantı hesab olunsa, eybi yoxdur. Amma əgər bu zamanın çox mərtəbəli evləri kimi olsa, cəmaat namazının işgalı vardır. Əgər bir cərgədə dayanan şəxslərin içərisində müməyyiz, yaxşını və pisi başa düşən uşaq fasilə salsa və onun namazının batil olmasını bilməsələr, iqtida edə bilərlər. İmamın təkbirindən sonra qabaqdakı cərgə namaza hazır olsa və onların təkbir demələri yaxın olsa, sonraki cərgədə dayanan şəxslər təkbiri deyə bilər. Amma ehtiyat müstəhəb budur ki, birinci cərgənin təkbiri qurtarana qədər gözləsin.
Əgər qabaqdakı cərgələrdən hər hansı birinin namazının batil olduğu məlum olsa, sonraki cərgələr iqtida edə bilməz. Amma onların namazlarının səhih olub olmaması məlum olmasa, iqtida edə bilər. Əgər bir kəs imamın namazının batil olmasını bilsə, məsələn, onun dəstəmasız olduğunu bilsə, hətta imamın özü bu işdən agah olmasa da ona iqtida edə bilməz. Əgər imam rükuda olan vaxt iqtida edib onun rükusuna çatsa, hətta imamın rükusu tamam olsa belə namazı cəmaatla səhihdir və bir rəkat hesab olunur. Amma əgər rükû qədərində əyilib imamın rükusuna çatmasa, onun cəmaat namazı batildir. İmam rükuda olan vaxtda iqtida edib rükû qədərində əyilsə və imamın rükusuna çatıb çatmamasında şəkk etsə, namazı batildir. Ehtiyat budur ki, namazı qurtarandan sonra yenidən qılsın. Əgər imam rükuda olan vaxt iqtida etsə və rükû qədərində əyilməzdən qabaq imam başını rükudan qaldırsa, fırada niyyəti də edə bilər. Yaxud da gözləyə bilər ki, imam sonraki rəkat üçün qalxanda niyyət edib onu öz namazının birinci rəkəti hesab etsin. Amma əgər imamın ayağa qalxması çox uzun çəksə və bu şəxs cəmaat namazı qılır deyilməsə, fırada niyyət etməlidir. Məmum imamdan qabaqda durmamalıdır. Ehtiyat vacibə görə imamdan bir qədər arxada dayanmalıdır. Əgər onun boyu imamdan uca olsa və rükuda səcdədə ondan qabaqda olsa, eybi yoxdur. Cəmaat namazında məmum və imam arasında arxası görünməyən pərdə və bu kimi şeylər fasilə salmamalıdır. Həmçinin insan ilə onun imama müttəsil olduğu bir şəxs arasında da fasilə düşməməlidir. Əgər məmum qadın, imam isə kişi olsa, pərdə və bu kimi şeylərin fasilə salmasının eybi yoxdur. Qadınla kişi olan sair məmum arasında pərdə və bu kimi şeylər fasilə olsa, belə ki, qadın onun vasitəsilə imama müttəsildirsə, eybi yoxdur. Amma əgər imam və məmum hər ikisi qadın olsa, bunun hökmü kişilərin hökmü kimidir. Yəni, onların arasında heç nə fasilə salmamalıdır. Əgər namaza başlayandan sonra imamla məmum arasında yaxud həmin məmumun imama müttəsil olduğu şəxs arasında pərdə və ya o bir tərəfi görünməyən başqa bir şey fasilə salsa, namazı fıradadır və səhihdir. Ehtiyat vacib budur ki, məmumun səcdə yeri ilə imamın durduğu yerin arasında bir normal addımdan artıq fasilə olmasın. Həmçinin əgər insan qabağında dayanan məmumun vasitəsilə imama müttəsil olsa, ehtiyat vacibə görə onun səcdəsinin yeri qabaqdakının dayandığı yerdən bir normal addımdan artıq olmasın. Ehtiyat müstəhəb budur ki, məmum səcdəsinin yerinin onun qabağında duran kəsin dayandığı yerlə ümumiyyətlə fasiləsi olmasın. Əgər məmum sağında və ya solunda olan kəsin vasitəsilə imama müttəsil olub, amma qabaqda müttəsil olmasa, bu halda bir normal addımdan artıq fasiləsi olmazsa, namazı səhihdir. Əgər bir kəs ikinci rəkətdə iqtida etsə, qunutu və təşəhhüdü imamla birlikdə oxumalıdır. Ehtiyat budur ki, təşəhhüdü oxuyan zaman əllərin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyub dizlərini qaldırsın. Təşəhhüddən sonra imamla birlikdə qalxıb həmd və surəni oxusun. Əgər surə üçün vaxt qalmasa, təkcə həmd oxuyub rükuda və ya səcdədə özünü imama çatdırsın. Yaxud da fırada niyyət etsin, namazı da səhihdir. Əgər imam 3-cü və ya 4-cü rəkətdə olsa və məmum iqtida edib həmdi oxuyacağı surətdə imamın rükusuna çatmayacağını bilsə, ehtiyat vacibə görə gözləməlidir ki, imam rükuya geçsin, sonra iqtida etsin. Əgər imamın 3-cü və ya 4-cü rəkətində iqtida etsə, gərək həmd surəni oxusun. Əgər surə oxumağa vaxt olmasa, həmdi tamamlamalı, rükuda özünü imama çatdırmalıdır. Amma əgər imama səcdədə çatsa, daha yaxşı olar ki, ehtiyatən namazı ikinci dəfə qılsın. Bir kəs surəni başlayacağı, yaxud qurtaracağı halda imamın rükusuna çatacağına xatircəmdirsə, ehtiyat vacib budur ki, surəni başlasın və ya başlayıbsa qurtarsın. Surəni oxuyacağı təqdirdə imamın rükusuna çatacağına yəqini olan bir kəs surəni oxusa,
Amma imamın rüküsuna çatmasa namazı səhihdir. İmam ayaq üstə olanda məmum onun hansı rəkətdə olduğunu bilmirsə, ona iqtida edə bilər. Amma gərək həm surəni qürbət qəsdi ilə oxusun. Sonradan imamın birinci yaxud ikinci rəkətdə olduğunu bilsə, namazı səhihdir. Bir kəs imamın birinci yaxud ikinci rəkətdə olduğunu güman edərək həm surəni oxumasa, rükudan sonra onun üçüncü yaxud dördüncü rəkətdə olduğunu başa düşsə, namazı səhihdir. Amma rükudan qabaq başa düşsə, həm surəni oxumalıdır. Vaxtı olmasa təkcə həmdə oxumalı, rükuda və ya səcdədə özünü imama çatdırmalıdır. İmamın üçüncü yaxud dördüncü rəkətdə olmasını güman edən bir kəs həm surəni oxusa və rükudan əvvəl və ya sonra onun birinci yaxud ikinci rəkətdə olduğunu başa düşsə, namazı səhihdir. Həm surə əsnasında başa düşsə, onları axıra çatdırması lazım deyil. Piş namazın şərtləri: İmam cəmaat baliğ, aqil, 12 imam şiəsi, adil, həlazadə olmalı, namazı səhih tərzdə oxumalıdır. Həmçin ehtiyat vacibə görə imam cəmaat kişi olmalıdır. Bir kəs əvvəlcə imamın adil olduğunu bilib sonradan ədalətində qalıb-qalmamasında şək etsə, ona iqtida edə bilər. Ayaq üstə namaz qılan bir kəs oturan yaxud uzanan halda namaz qılana iqtida edə bilməz. Ha belə, oturan halda namaz qılan bir kəs uzanan halda namaz qılana iqtida edə bilməz. Oturan halda namaz qılan bir kəs elə o halda namaz qılan başqa bir kəsə iqtida edə bilər. Amma ehtiyat vacib budur ki, uzanan halda namaz qılan bir kəs uzanan və ya oturan halda namaz qılan şəxsə iqtida etməsin. Əgər piş namaz müəyyən üzr səbəbi ilə təyəmmüm yaxud cəbiri dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar. Amma müəyyən səbəblərə görə nəcis paltarda namaz qılırsa, ehtiyat vacibə görə gərək ona iqtida olunmasın. Cəmaat namazının hükümləri: Məmum niyyət edəndə imamını müəyyən etməlidir. Amma adını bilməsi lazım deyil. Məsələn, bu hal-hazırdakı imama iqtida edirəm deyə niyyət etsə namazı səhihdir. Məmum həm surə istisna olmaqla namazın qalan hissələrinin hamısını özü deməlidir. Amma əgər onun birinci və ya ikinci rəkəti, imamın isə üçüncü və ya dördüncü rəkəti olsa, həm surəni oxumalıdır. Əgər məmum sübh, məğrib və işa namazının birinci və ya ikinci rəkətlərində imamın həmd surəsinin səsini eşitsə, hətta onun kəlmələrini bir-birindən ayırt edə bilməsə də, həmd surəni oxumamalıdır. Amma əgər imamın səsini eşitməsə, müstəhəbdir ki, həmd surəni oxusun. Lakin ahəstə oxumalıdır. Səhvən ucadan oxusa, eybi yoxdur. Əgər məmum imamın həmd surəsinin bəzi kəlmələrini eşitsə, ehtiyat vacib budur ki, həmd surəni oxumasın. Əgər məmum səhvən həmd surəni oxusa və ya eşitdiyi səsin imamın səsi olmadığını güman edərək həmd surə oxuyub, sonradan onun səsi olduğunu başa düşsə, namazı səhihdir. Əgər imamın səsini eşidib-eşitməməsində şək etsə, yaxud bir səs eşidib imamın yaxud başqa kəsin səsi olduğunu bilməsə, həmd surəni ümumiyyətlə qürbət qəsdi ilə oxuya bilər. Ehtiyat vacib budur ki, məmum zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində həmd surəni oxumasın və müstəhəbdir ki, onun yerinə zikir desin. Məmum təkbirətül ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat vacib budur ki, onun təkbirətül ehramı qurtarmayınca təkbir deməsin. Əgər məmum imamın salamlarını eşitsə və ya onun nə vaxt salam deyəcəyini bilsə, ondan qabaq salamları deməməlidir. Əgər qəsdən imamdan qabaq desə, işgalı vardır. Amma əgər səhvən ondan qabaq desə, namazı səhihdir və salamları yenidən deməsi lazım deyil. Əgər məmum namazın təkbirətül ehram və salamlarından başqa qalan hissələrini imamdan qabaq desə, eybi yoxdur. Amma əgər onları eşitsə və ya imamın onları nə vaxt deməsini bilsə, ehtiyat müstəhəb budur ki, ondan qabaq deməsin.
Məmum namazda təkcə imamın oxumalı olduğu şeylər istisna olmaqla, sair əməllər rükû səzdə kimi imamla birlikdə yaxud ondan azacıq sonra yerinə yetirməlidir. Əgər qəsdən imamdan qabaq yaxud ondan bir müddət sonra yerinə yetirsə, məsiyyət etmişdir və ehtiyat vacib budur ki, namazı qılıb qurtarandan sonra yenidən qılsın. Əgər səhvən başını rükudan qaldırıb imamın rükuda olduğunu görsə, rükuya qayıtmalı, imamla birlikdə qalxmalıdır. Bu halda rükün olan rükunun artıqlığı səbəbi ilə namazı batil olmur. Amma əgər rükuya çatmamış imam rükudan qalxsa, namazı batildir. Əgər məmum səhvən başını səcdədən qaldırıb, imamın hələ səcdədə olduğunu görsə, gərək səcdəyə qayıtsın. Əgər hər iki səcdədə bu iş təkrar olsa, rükün olan iki səcdənin artıqlığı ilə namaz batil olmur. İmamdan qabaq səhvən başını səcdədən qaldıran bir kəs, səcdəyə qayıtsa və səcdəyə çatmamış imam başını səcdədən qaldırsa, namazı səhihdir. Amma əgər bu iş bir rəkətin hər iki səcdəsində baş versə, namazı batildir. Əgər səhvən rükudan və ya səcdədən qalxıb imama çatmayacağını güman edərək, yenidən rükuya yaxud səcdəyə getməsə, namazı səhihdir. Əgər başını səcdədən qaldırıb imamın səcdədə olduğunu görsə və imamın birinci səcdəsi olduğunu güman edərək, imamla birlikdə səcdəyə getməyi qəsd edib səcdəyə getsə, sonra onun ikinci səcdəsi olduğunu başa düşsə, onun da ikinci səcdəsi hesab olunur. Əgər imamın ikinci səcdəsi olduğunu güman edərək səcdəyə getsə və səcdədən qalxandan sonra imamın birinci səcdəsi olduğunu başa düşsə, imama tabi olmaq hesab olunur və imamla birlikdə yenidən səcdəyə getməlidir. Hər iki halda ehtiyat vacib budur ki, namazı cəmaatla qılıb qurtarandan sonra yenidən qılsın. Əgər səhvən imamdan qabaq rükuya getsə və rükudan qalxacağı halda imamın qiraətindən bir hissəsinə çatarsa, bu halda qalxıb yenidən imamla birlikdə rükuya getsə, namazı səhihdir. Əgər qəsdən qayıtmasa, ehtiyat vacibə görə namazı batildir. Birinci halda hər iki rükuda zikir deməlidir. Lakin ehtiyat vacib budur ki, birinci rükuda bir kiçik zikirdən artıq deməsin. Əgər səhvən imamdan qabaq rükuya getsə və başını qaldıracağı halda imamın qiraətindən bir hissəsinə çatmayacaqsa, bu halda imamın ona çatmasını gözləsə, namazı səhihdir. Əgər səhvən imamdan qabaq səcdəyə getsə və imamın ona çatmasını gözləsə, namazı səhihdir. Əgər imam qunutu olmayan bir yerdə qunut tutsa, yaxud təşəhhüdü olmayan yerdə təşəhhüd oxumağa başlasa, məmum qunutu və təşəhhüdü yerinə yetirməməlidir. Amma imamdan qabaq rükuya gedə bilməz, yaxud ondan əvvəl ayağa dura bilməz, üstəlik müəyyən əlamət və ya işarələrlə onu başa salmalıdır. Bu da mümkün olmasa, imamın təşəhhüdü və ya qunutunun qurtarılmasını gözləməlidir. Namazın ardını onunla qılmalıdır. Cəmaat namazında müstəhəb olan şeylər. Əgər məmum bir kişi olsa, müstəhəbdir ki, imamın sağ tərəfində dayansın. Bir qadın olsa, müstəhəbdir ki, imamın sağ tərəfində elə dursun ki, səcdəsinin yeri imamın dizləri yaxud ayaqları ilə bərabər olsun. Əgər məmum bir kişi və bir qadın, yaxud bir kişi və bir neçə qadın olsa, müstəhəbdir ki, kişi imamın sağ tərəfində, qadınlar isə imamın arxa tərəfində dursunlar. Əgər bir neçə kişi və bir neçə qadın olsa, müstəhəbdir ki, kişilər imamın arxasında, qadınlar da kişilərin arxasında dursunlar. Müstəhəbdir ki, imam cərgənin ortasında elm, kamal və təqva sahibi olan sair şəxslər isə birinci cərgədə dayansınlar. Müstəhəbdir ki, cəmaat namazının cərgələri münəzzəm, nizam-intizamlı olsun. Bir cərgədə duran şəxslərin aralarında fasilə düşməsin. Çiyinləri bir xətt boyunca olsun. Müstəhəbdir ki, qəd qamətis salat deyiləndən sonra məmumlar ayağa qalxsınlar. Müstəhəbdir ki, imam məmumların arasında halı başqalarına nisbətən zəif olanları nəzərə alsın. Tələsməsin ki, zəiflər də ona çatsın. Habelə müstəhəbdir ki, qunut, rükû və səcdələri uzatmasın. Amma ona iqtida edənlərin hamısının bu kimi işlərə meyilli olduqlarını bilsə eybi yoxdur.
Müstəhəbdir ki, imam cəmaat həm surədə və ucadan oxunmalı zikirlərdə səsini o qədər uzatsın ki, hamı eşitsin. Amma həddindən artıq uca olmamalıdır. Əgər imam rükuda olanda təzə gələnlərin ona iqtida etmək istədiklərini başa düşsə, müstəhəbdir ki, rükunu həmişəkindən 2 qat artırıb, sonra hətta bundan sonra iqtida etmək üçün başqalarının da gəldiyini bilsə, qalxsın. Cəmaat namazında məkruh olan şeylər. Əgər cəmaat namazın cərgələrində yer olsa, insan təklikdə dayanması məkruhdur. İnsan zikirləri imamın eşidəcəyi tərzdə deməsi məkruhdur. Zöhr, əsr və işa namazlarına şikəstə qılan müsafirin bu namazlarda müsafir olmayanlara, habelə müsafir olmayan şəxsin bu namazlarda müsafir olana